International Matematik Olimpiyat Türk dünyasının ilk beynəlxalq riyaziyyat olimpiyadasıdır. 3-11-ci siniflər arasında keçilir və dünyanın 35-dən çox ölkəsi qatılır. Vətən müharibəsi iştirakçılarının övladları burada iştirak edir. Eyni zamanda şəhidlərimizin övladları da buradadır. İnanırıq ki, onlar birlik savaşında qalib gələrək ölkəmizi Antalyada beynəlxalq finalda təmsil edəcəklər. İlk dəfə də bu olimpiyadada iştirak edirəm, çox həyəcanlıyam. İnanıram ki, nəticəm çox yaxşı olacaq, qızıl medal qazanacağam. Bir neçə dəfə olimpiyada iştirak etmişəm əvvəllər və bir olimpiyadadan gümüş medal qazanmışam. Bu olimpiyadadan düşünürəm ki, yaxşı yazacağam. Ən azından bürünc medal qazana biləcəyimi düşünürəm. Tüm olimpiyadasında ilk dəfə iştirak edirəm. Daha əvvəl başqa olimpiyadalarda iştirak etmişəm. Bu gün buradayım. İnanıram ki, nəticələr yaxşı olur.